Bugünkü podkastımızın mövzusu arıqlama yalanları, qadınlara kimlər yalan deyir? Bu platformada zəif qadın anlayışı yoxdur. Biz bunu sübut edirik. Qadınlar illərlə çörəyi kəsir, detoks içir, 1200 kalori yeyir. Amma tərəzi dəyişmir. Problem iradədədir, hormonda, yoxsa sistem? Bugün arıqlama miflərini dağıtmağımız üçün qonağımız Leyla Zülfüqarlıya müraciət edəcəyik. Leyla xanım, zəhmət olmasa özünüzü təqdim edin. Salam, xoş gördük sizləri. İlk öncə layihənizə görə uğurlar arzulayıram sizlərə. Təşəkkür edirəm. Mən həkim dietoloq, anti-age üzrə ekspert, anti-age yəni yaşlanmanı durduracaq terapiyalarla məşğul olan mütəxəssis və eyni zamanda longevity terapiyalar. Bu isə uzun ömürlük axtarışında biz bir sıra formulalarımız var, terapiyalar edirik, müalicə planlarımız tam fərqlidir və mənim də bir özümə məxsus müəllif avtorski proqramıdır, müəllif proqramı həm dietologiyada, nutrisiologiyada və anti-age protokollarında müəllif proqramlarım var ki, bu da sözün əsl mənasında doğrudan da günümüzlə ayaqlaşa bilir. Çünki indiki müasir insanın məqsədi doğrudan da sağlam və uzun ömürlü olmaq istəyidir. Bu həqiqətən də var və nə gözəl ki, insanlar bunu istəyir. Bəli, əlbəttə ki. Təşəkkür edirik. Leyla xanım, xanımlarımızı maraqlandıran suallar çoxdur. İstəyirsinizsə, hazırsınızsa keçid edək suallarımıza. Ən böyük arıqlama yalanı nədir sizcə? Çox gözəl. Ən böyük arıqlama yalanı bilirsiniz, mən deyərdim. Əslində çoxdur, bu bir ədəd deyil də, çoxdur belə arıqlama yalanları. İlk ağlıma gələn kalori hesablayaraq, kalori defitsitinə bağlı olaraq arıqlamaq. Bunu o qədər praktikasında edənlər var. Yəni məhz kalori sayıb 500 kaloriya qədər indirib gününü, hətta 0, yəni günlük bütün ac qalan insanlar da olub ki, buna da oruc diyeti adı qoyulub və s. və arıqlama baş verməyib. Əksinə nə olub? Çox ciddi problemlər ortalığa çıxıb. Sonra da bizi axtarıblar, tapıblar, müalicəyə gəliblər və bir altda yatan səbəbləri çıxartmışıq, qoymuşuq ortalığa ki, bu bir xəstəlik, bu ikinci xəstəlik, bu üçüncü xəstəlik və ya sindrom. O yüzdən də mən deyərdim ən böyük arıqlama mifidir. Amma mən düşünürəm ki, arıqlama çaylarıdır. Arıqlama çayları da bəli bu hissədə var. Tərkibi Arıqlama bəlli çayları, olmayan. arıqlama kofesi, arıqlama kapsulu çıxdı. Sonra da bir arıqlama iynəsi Bəli, indi dövriyəyə çox girdi. aktualdır. Bunların hamısında müəyyən absurd məqamlar var. Olduğundan artıq şişirdilmə ki, belə deyərdim. Bəli, ən çox da arıqlama xırda vasitələri də, yəni tablet, kapsul və s. və ilaxır. Ümumiyyətlə, arıqlama sözünü qoyaraq istifadə edilən bir çox məsələ əslində sonradan baxır ki, yalandır. Hətta mən daha irəli gedərək digər məsələni xatırlatmaq istədim. Marketlərdə olan diyet köşklər, diabetik deyək ki, stentlər, bunlar da yalandır. Çox böyük yalanlar var orada. Yəni, qiymət artımı üçün nəzərdə tutulan diabetik kurabiyələrdən tutmuş, o xlebçi deyirlər, onlara qədər. Onların hamısı sağlam deyil. Çoxsunun tərkibində əslində yeyəndə insanlar hiss edir ki, daha şirindir. Çünki fruktoza ilə hazırlanıb. Bəzən fruktoza orqanizm üçün daha təhlükəli ola bilir, nəinki glukoza. Çünki glukozanın metabolizmasını həll etmək daha asandır. Endokrinologiyada biz həkimləri üçün. Bəzən fruktozanın metabolizması korlanarsa, bu daha çətin olur ki, bu da hansı insanlar hiss edə bilər? İkinci tip diabetik mərhələyə girən insanlar fikir versələr ki, onlar uzun illər məhz ancaq sağlam həyat düşünüblər, bütün günü meyvə yeyiblər. Bütün günlük meyvə şirələri, bu cür xlebçilər, protein batonlar, idman, sport proteinləri və s. çoxsunda yalanlar var. Hətta bir ara çox trend idi, kokteyllər də var idi yadınızdadır. Bir məşhur adını deməyim, şirkətin ilindin özündə də fəaliyyət göstərirlər. Kifayət qədər mənə belə müraciət ediblər bir nutrisioloq olaraq, dietoloq olaraq çox gözəl qanararla. Yəni sadəcə trening istəyirik, heç nə istəmirik. Mən biraz dəstək xəttim fərqlidir. Yəni o industriyanı səhv bilirəmsə, dedikləri məhsulları doğru bilmirəmsə, mən orada görünməm imkansızdır. O yüzdən də, amma görürsünüz, yenə də fəaliyyət göstərirlər. Çünki mənlə başa düşürəm ki, hələ də cəmiyyətimizdə o stereotiplər qırılmayıb. İnsanların yarı faizi başa düşüb, yarı faizi hələ də bunu başa düşməyib. O yüzdən də dilema qarşısında qala bilirlər və demək ki, nə baş verməlidir? Çox araşdırmaq, çox oxumaq,
dəqiqləşdirmədən heç bir arıqlama sözü gördünüzsə ona müraciət etməyin. Bəli, işinin peşəkarına müraciət etmək lazımdır. Və deyirsiniz protein tozları, onlar fitness trenerlər onu əsasən bunu gündəlik qida kimi qəbul etməlisiniz. Belə deyirlər. Bəli, deyirlər ki, yəni sizin bədəninizdə məsələn deyirəm, filan qədər kalorini yeyə bilməzsiniz, yeməkdən ala bilməzsiniz. Mütləq bu toz qəbul olunmalıdır. Görürsüz hara gedir? Belə psixoloji təsirlər eləyirlər. Bəşəriyyət hara gedir? Əslində hamısı böyük bir industriyanın biznes maraqlarını təmin etmək üçündür. Məsələn, illərlə daha sağlıqlı protein qaynaqlarımız var idi. Heç bunu alan, hətta heç sportdan xəbəri də olmayan insan, amma gündəlik fəaliyyətində aktiv bədən tərbiyəsi var. Mən həmişə bunu deyirəm. Bədən tərbiyəsini unutmayaq. Bəs necə olurdu onlar sağlam idi? İndi digər bir məsələ də var ki, protein tozları içərisində indi biraz whey protein tozları var. Onun haqqında tamam idmana gedirlərsə, çox da negativ fikirlər söyləyə bilmərəm. Amma yenə də alüdə olmaq, bütün günü həyat tərzinizin tam içinə salmaq, yəni əsas seçəcəyiniz ingredient kimi görməli deyilsiniz də. Haçan ki, idmana məşğul olursunuz, müəyyən hissələrdə lazım olarsa, məhz ancaq keyfiyyətli formanı o zaman amma dediyim kimi yenə də araşdırmaq və doğru seçimi insan özü etməlidir. Ümid edirəm ki, həm xanımlar üçün, həm də bəylər üçün maarifləndirici bir məlumat oldu. Bir sual da verim sizə. Demək olar ki, bu hamı üçün maraqlıdır. Çörək kökəldir, yəni glutenli qidalar, çörək deməyim də tək. Ümumiyyətcə çörək bizim üçün faydalı bir qidadır. Çox gözəl ki, bu sual verdiniz. Əslində bu sualda 3 dənə müxtəlif hissə var. Birincisi, ilk verdiyi sual ki, miflər, arıqlama miflər deyilir. Orada gluteni də adını çəkə bilərəm. Yəni, gluten-free dünyası var. Tək Azərbaycanda deyil. Bu global dünyada var idi. Azərbaycan da həmişə, Azərbaycanımız istəyir də trendlərlə ayaqlaşa. Global dünyada hansısa bir önə çıxıbsa, biz də ayaqlaşmaq istəyirik. Amma biz fikir vermirik ki, bəzən onların o trendlərin özü doğru deyil. Məsələn, gluten-free həyatı, bu nə deməkdir? Bu əslində tam da doğru deyil. Çünki gluten həssaslığı olan orqanizmlər var və gluten həssaslığı olmayan orqanizmlər var. Bunun testlərlə biz qida intoleransı testləri deyirik. O zaman analiz edirik. İnsanın glutenə həssaslığı çıxıb, laktoza həssaslığı çıxıb və s. və axır en qədər qidalar var ki, hansı qida həssaslığı çıxıb. O zaman onun üçün rotasyon diyet deyirik. Yəni müəyyən müddət stop demək, yəni tərkibində gluten olan bütün ərzaqlara stop deməli. Yəni nə qalır yerdə? İnsan istəyir hansısa kurabiyə yesin, glutensizini yesin. Nəsə tərkibində, yəni un məmulatları olan hansısa bir dadımaq istəyir, amma o zaman onun alternativi var, glutensiz forma var. İndi gəlir digər hissəyə. O qədər bəşəriyyətdə bundan alüdəçilik baş verdi ki, bu da yenə biznes maraqlarına xidmət elədi. Gluten-free mərkəzləri çox və insanlar sanki bax, çox belə cəsarətlə deyirəm bu sözü. Biraz qlamur görsənmək istəyən, biraz hava atmaq istəyən, belə deyim. Gedib gluten-free və s. kofe, yəni bu göstərişi etmək istəyir. Halbuki bu doğru deyil. Heç birincisi siz baxmalısınız ki, siz kofeni nə qədər tükətdiniz. Yəni orada digər hissələr var. Hər gün kofe mi olar, qəhvə mi olar bu qədər? Və yaxud da gluten, sizin gluten əsaslığınız yoxdursa, axı gluten özü də amin turşudur. Faydalı saydığımız amin turşudur. Az öncə dediyimiz protein tozları. Demək, baxın, görün nə təzad var. Protein tozlarını istəyəcək, seçəcək. Halbuki bəlkə orada da gluten var. Tərkibində gluten olan protein tozu var. Amma o da biraz qlamur görsənir də. Protein tozu ilə aildə olan insanda biraz qlamur görsənir. Və eyni zamanda gluten-free seçən də. Halbuki sizin iç dünyanızda sağlamlığınıza əgər qlamur görsənmək istəyirsinizsə içinizə, o zaman siz bunu seçməli deyilsiniz, daha doğrunu seçməlisiniz. Və yaxud bu saat kofe industriyasında da, kofe shoplarda gedirsiniz, görürsünüz, təqdim edirlər ki, bəlkə bu süt yox, kakoslu süt, badamlı süt. Çünki bu da artıq trenddir. Biraz daha, o zaman, amma daha onu seçəndə o müştəri daha çox qazanc vermiş olur kofe shopa. Və bu zaman yenə sual ortalığa çıxır. Bizim illərlə, yəni süt istifadə olunur və s. Düzdür, indi 40 yaş üstü biz heyvan mənşəli südlərdən ehtiyat edin deyirik. Bu laktoza həssaslığı olanlara. Amma
autoimmun xəstəlikləri olanlara, bu Hashimoto'da digər autoimmun xəstəlikləri olanlara gluten free, yəni sıfır gluten, laktoza sıfır, hətta glukoza sıfır edə bilərik, bəzən daha dərin ketoya gedin və s. deyə bilərik. Amma bu insan üçün onun tibbi parametrləri bunu göstərir. Yox, siz sağlam, normal insansınızsa, o cür məhrumiyyətləri, o cür çərçivəni özünüzə qoymağınız özü bir stres deyilmi acaba? Bu da var. Halbuki siz burada bunu baxırsınız, çünki bundan çox danışılıb, eşitmişsiniz, özünüz dərinliyə getməmişsiniz. Amma xəbəriniz olmadan aldığınız klepsilər, aldığınız protein tozu, nə qədər tərkibdə qatqılar var və səhvlər var. Və yaxud da daha irəli gedib digər marketdə çox bəzəkli görsənən, biraz bilirsiniz, əcnəbi industriyadan alınan, məsələn, xaricdən gətirilmiş hansısa ərzaqlar bizə çox cazibədar gəlir də. Yəni bu nədir? İnsanlar hamısı işlənmiş pendirlərlə, Holland pendirləri ilə səhər qəhvə altısı hazırlayırlar. Uşaqlarına da verirlər sendviç və s. Bəyən bu doğrudurmu? Heç xəbəriniz varmı o pendirlər nə qədər işlənmişdir? Halbuki siz rayonlardan gələn o deyirik, dədə baba pendirlərimiz, ağ pendirlərimiz bəli, sizin üçün daha xeyirlidir. İndi necə olur? Burada da sual çıxır. Bir də kazein problemi yaşayırdıq. Kazein olmaz deyirdik. İşlənmiş pendirlərin tərkibində kazein yoxdur mu acaba? Ya burada onu hesablamırlar. Burada 2 dəfə, 3 dəfə daha ziyanlı tərəfə gediblər. O pendirlərin, yəni hazırlama mərhələsindən keçərkən bilirsiniz nə qədər işlənib. Bizim dediyimiz də odur. Bu ay məsələn çox müqəddəs Ramazan ayını yaşayırıq. Mən Ramazan ayı menyularını verirəm. Praktikamda o 5 ilə yaxın Azərbaycanda həkim dietolog olaraq ilk başlayanlardan olmuşdum və o vaxtdan etibarən belə müalicəvi diyetalar verir və Ramazan ayında da bəli insanlar Ramazan bəsləməsi şəklində verir ki, həm doğru Ramazan etsinlər, həm də Ramazanda məsələn etdikdə Ramazan bitdikdən sonra əgər səhv edibsə, ya kökəlmə kimi problem çıxır, ya dispeptik, həzm sistemi problemi və s. Və burada da nədən dedim bu Ramazan ayı mövzusuna? Ramazan ayında yaşayırıq. Ən çox mən o menyunu da verəndə diktə etdiyim söz bu idi ki, işlənmiş qidalardan uzaq durun. Bu həm Tanrının dediyi haram qida dediyimiz idi, həm də dietologiya elminin dediyi əsas punktlardan biridir. Necə olur, əgər biz Ramazanda işlənmiş qidaya icazə vermirik, digər günləri siz uşaqlarınıza məktəbə qəlyanaltı qoymaq istəyir, ancaq çörək, Holland pendiri, nə qədər olar? Çünki o Hollandiyadan adı var, biraz belə qlamur görsənir. Bizim ağ pendirimiz qlamur görsəm, yəni motal pendirin qlamur alda bilirəm, yəni. Tam başa düşürəm. Dietologiyanı sanki bu cür çərçivələrə qoyublar. Dietologiya əslində bu deyil. Dietologiya, baxın, dieta sözü Yunan dilindən tərcümədə həyat tərzi deməkdir. Sizin həyat tərzinizdə nə qədər səhvlər varsa, yəni o səhvlərə doğru alternativa qoymadığınız təqdirdə sizin dietanız səhvdir demək. Məsələn, mən qəhvədə indi qəhvədən çox danışacağam. Sadəcə müşahidəm güclüdür. Baxıram ki, biz bir məsələni çox abartırıq. O zaman o mövzudan çox danışıram ki, qəhvənin xəbəriniz var, bu saat baş verən ölkədə yorğunluğun arxasında çox qəhvə içmək durur. Halbuki mən özüm də qəhvə sevənəm. Studiyaya girəndə ilk sözüm qəhvə olur. Siz bəlkə düşündünüz ki, çox qəhvə asılıq olar bəlkə insan. Halbuki mən bir həftədə qəhvə içmirəm. Düşünün, yəni belə. Çünki o xırdalıqları bildiyim ki, nə zaman günün birinci yarısıdır. Mən saat 2-dən sonra başqa görüşüm var. Ora gedənə qədər artıq özünüzü toplamalısınız. Yox, həm də ona qədər artıq mən qəhvəmi içməliyəm. Yəni günün ikinci yarısına qalmalı deyil. Günümüzdə nə baş verir? Hamı iş görüşmə və s. Kofe shoplarda axşam 8-9 kofe arxasında görüşmələr. Yəni bu qədər xırdalıqların biz içinə baxsaq, görürük ki, nə qədər səhvlərimiz var. Sonra biz diyeta deyirik və diyetanı sadəcə arıqlamaq kimi göstəririk. Və hətta qəhvəni çox belə irəli gedən cümlələrlə danışılır ki, axı xeyli də arıqladır. Gəlin. Yəni diyeta sanki ancaq arıq görsənmək üçündür. Bəs düşünmürük ki, o nə qədər maqnezium qovur? Bizim səhət problemimizi yaradır. Çox içiləndə. O yüzden yenə qayıdıram sözümün davamında ki, mən qəhvənin bu qədər xırdalıqlarını danışsam, amma içməyin demirəm. Dozasında hər zaman içmək olar. Şokolad. Mən özüm şokolad da sevən insanım var ki, onu da mən özüm də tükətirəm. Amma necə? Doğru formasını və hansı qidadan sonra, hansı zaman kəsiyində və s. Çörək. Ki bu qədər giriş etməm sizin ikinci sualınızın cavabına hazırlıq idi. Çörək yeməliyimi? Bəli, demək ki, çörək yeməliyik. Amma hansı çörək? Sağlam olmayan çörəklər ki, çox bu saat
piştaxlarda doludur. Onlar yox. Bəli. Diqqətli olub sağlam çörək tapacağıq. Bu nədir? Bu yenə də tam qara çörək deyil. Bəzən düşündük, orada gəldik ki, qara çörəklər ki, yox. Ağ pambıq kimi bizim keçmişdən Sovetlər Birliyindən qost reseptindən qalmış kifayət qədər köhnə reseptlərdir. O xanqa ağ çörəklər deyil, zavod çörəyi deyil və s. Sonra digər dövr başladı, lavaş trendi, yəni insan üçün gəncələr. Mən eşitmişəm ki, lavaş çox gec həzmə gedir, düzdür? Gec həzmə gedir çünki bəli, bizə qida lifləri önəmlidir. Orada bişirərkən qida liflərinin azaldığını görürük. Yəni amma çörəkdə gözlə baxılanda belə qida lifləri görürsən, əgər doğru bişirsə. O zaman ortalığa çıxır nə? Doğru çörək o çörəkdir ki, o yəni liflərini hiss edirsiniz. Tərkibindəki taxılları hiss edirsiniz. O zaman nə olur? Boz rəngdəki çörəklər baxırıq ki, uyğun gəlir. Çörək çox yumşaq olmur. Ağır olmalıdır. Bilirsiniz, taxıl varsa o çörək ağır olmalıdır. Necə yumşaq ola bilər? Bütün ana maddəni, buğdanın ruşeymi yuyulub atılıbsa, çovdarın, digər dənli məhsulların ana maddəsi yuyulub atılıbsa, orada qalıb sadəcə nişasta. Nişasta çörəyə nə verir? Yumşaq, ağ dad verir, qoxu verir, amma heç bir fayda vermir. O da şəkəri artırar. İllərlə Azərbaycan şəkər xəstəliklərinə əziyyət çəkənlər ölkələr qrupunda ön sıralarda olurdu həmişə. Çünki çox böyük çörək tükətirik. O yüzdən də biz başladıq danışanda çörəyi azaldın deməyə ki, çünki bizdə onsuz da səhv çörəklər çoxdur. Azaldın deməsək, hələ doğru çörək gələnə qədər yenə yeyiləcək. Amma indi bugünkü gün çox rahat deyə bilirəm ki, doğru çörəyi yeyin. 1-2 dilim gün ərzində yeyin. Əgər sizin gluten həssaslığınız yoxdursa, altını çizərək deyirəm. Yox, gluten həssaslığınız varsa, o zaman yenə alternativ var. Glutensiz çörəklər, onlar seçə bilər. Gluten-free şirniyyatlar, gluten-free çörəklər. Yəni o qədər burada biz baxsaq, bir məntiqin başa düşəcəyi məsələlər var ki, nədən belə çətinliyə salır? Çox düzgün formada vurğuladınız Leyla xanım. Leyla xanım, 3-cü sualımız belə olacaq ki, sizcə az yemək arıqladır? Sırf arıqlamaq mövzusuna. Arıqlamaq mövzusunda az yemək baxır, burada da kateqoriya var. Baxır, kimisə arıqlada bilər, az yemək, kimisə əksinə hətta kökəldə bilər ki, biz həmişə söyləmişəm, araşdırmalar göstərdi ki, piyələnmənin ağır dərəcələrinə əziyyət çəkən insanlar adətən o insanlardır ki, onlar gün ərzində bir dəfə qidalanıblar və yaxud heç qidalanmayıblar və yaxud da səhər qəhvaltısını etməyib, oturub bir dəfə yeyiblər. Necə oldu bu? Nə baş verdi? Çünki o bütün günü ac qalıb, orqanizmin vacib resurslarını xərcləyib ki, qidalanma özü böyük elmdir. Onun funksiyaları var. Biz qidadan energetik funksiyanı təmin edirik, plastik funksiyanı təmin edirik, müdafiə edici funksiyanı təmin edirik. Bütün funksiyaları olmayıb. İnsan dözdü, maksimum dözdü və yaxud çay içdi, su içdi, çaylarla çoxlu şirniyyat içdi və gəldi bir dəfə aşırı bilmədiyi kimi canavar acılığı nə baş verdi, hər şey yedi ki, o insanlarda metabolizma çox sıfırlara düşür. Və o insanlar sonradan nəinki artıq dərəcəsində köklük gəlir piyələnmənin ağır dərəcələrinə qədər çıxır. O yüzdən də əgər, mən həmişə söyləyirəm, yenə də sadiqəm bu cümləmə, sizin 5 kilodan artıq kilonuz varsa, düşünün ki, orqanizmdə hansısa tibbi problem baş verib, siqnaldır. O zaman sizin heç yeməyib, düşünürsünüz ki, arıqladım, heç yeməyim, əksinə xidmət edəcək. Labirint fare. O, heç yeməmək sizin metabolizmanızı bir əzdə sıfırlayıb, orqanizmin depolama funksiyası var. Onu işə salacaq və sonradan siz nə qədər dözə bilərsiniz az yeməyə. Belə bir dəfə bunu qırdınız və yaxud adi almanı yeyəndə almanın şəkərinin glikogen ehtiyatı kimi qaraciyərdə toplayır orqanizm. Bu az yeyənlərə aiddir. Amma tibbi problem başlayıbsa sonra az yeyəndə, deyək ki, sizin mənim tibbi problemimiz yoxdur, biz az yesək, bizə çox gözəl xidmət edəcək bu. Çox gözəl. Hətta gündə bir dəfə yox, gündə 2 dəfə yeyək, az porsiya ilə yeyək, çox gözəl. Bu elə orucluğun da qaydalarına xidmət edir. Eyni zamanda intermittent fasting var. Orucluq diyeti də deyəndə bu idi ki, uzun saat fasilə qalanda orqanizmin hüceyrələri yenilənir. Otofaji prosesi deyirik, avtofagiya. O baş verir. Bu sağlam adamlara aiddir. Amma qeyri-sağlam adam kimdir? Dediyim kimi 5 kilodan artıq yağlanma başlayıbsa, o başa düşür ki, bədəndə nəsə yerində deyil. Demək ki, bu insanın somatik problemləri, vitamin, mineral etkisi, defisitlər və s. çox məsələlər var ki, o zaman o insanlar artıq baxılmalıdır onlara mütləq. Bəs gün ərzində 1200 kalori yeyib arıqlamaya bilən bu da var. Mümkündür? Bəli, bu da. Yəni elə bu sözümün əslində cavabıdır. Yəni 1200 kalori əslində çox deyil, azdır. Yəni az yeyib arıqlaya bilməyən bu deməkdir. Demək ki, tibbi problemi vardı. O insanın ya insulin dirənci var,
ya hipotiroidit, qalxanvari vəzinin funksiyası zəifləyib ki, bunu da insanlar şablon check-uplar verirlər, deyir ki, heç bir problemim yoxdur. O da insana özəl normativlərə biz baxırıq. Bəlkə sizdə normal dediyiniz məsələ biz baxırıq ki, artıq ləngiyib, metabolizma ləngiyib, siqnallar var. O zaman dəstək terapiyamız var. Vitaminlər, mikroelementlər, müalicə, baza müalicə və s. Antioksidantlar. Həmən müdaxiləmizi edirik və orqanizm özünə gəlir, yəni bütün səhvləri düzəlir. Hər bir halda dəyişim mümkündür də. Əlbəttə, əlbəttə. Bəs dieta saxlayıb kökələnlər var, əksi olanlar. Dieta saxlayıb kökələnlər. Yəni bu arıqlardır ki, kökəlmək istəyirlər. Onlar yox, arıqlamaq üçün dieta saxlayır, amma kökəlir. Mənim praktikamda olmayıb, amma çox doğrudan fakt olan bir hadisədən sual verirsiniz və həm də bunun gülməli tərəfi olsa da eyni zamanda bir növdə acı tərəfidir. Olub, heç uzaq vaxtda deyil, keçən il mənə müraciət eləmişdi bir valideyn uşağı ilə. Gəldi ki, doktor, uşağım 8 kilo kökəlib. Və təbii ki, ad çəkmirəm, amma bir endokrinoloqumuzun yanına getmişdi, kifayət qədər yaxşı adı, nüfuzu olan bir endokrinoloqumuzun. Amma baxın, endokrinoloq kimi işi mükəmməl ola bilər. Arıqlama prosesi o qədər mürəkkəb prosesdir ki, bu uşağa doğru yöntəm olmayıb. Müalicələr verilmişdi, iştah kəsici preparatlar verilmişdi, leptin hormonu var, baxın doyma hormonudur. Ona birbaşa müdaxilə edəcək müalicə verilmişdi. Amma əksinə olaraq uşaq sürətlə bir an içində 8 kilo kökəlmişdi ki, ailə çox belə krizis vəziyyətində axtararaq mənə gəldilər və həmin uşağı biz 12 kilo arıqlatdıq. Bir sonradan aldıq 8 kilo, birdən minusuna gedib 4 kilo da artıqla ki, indiki gündə yəqin ki, qaydasındadır. Çünki mənə geri dönmüşdülər, hər şey yaxşı idi. Hətta autizm uşağı olub, autizmdə iddialı səslənə bilər, autizm sağalır desək, amma autizm xəstəsinin cəmiyyətə yararlı olur deyə dinamikası dəyişir. Tapşırıqlara uya bilib, arıqladıqdan sonra autist uşaq 20 kilo biz çünki müalicəvi diyet etdik. Autizmdə nədir? Orada çox maddələrə ehtiyacı var. Bu uşaq sonra çox sakit durub, qulaq asıb, yeməyini vaxtında yeyib gözləyə bilir, tapşırıqlara qulaq asır. Müəllimlər deyir ki, çox sensasiyon bir məsələ baş verdi. Bu uşaq ki, aydın məsələdə autist spektr pozuntusu hiperaktivlik dövründə heç bir dəqiqə bir yerdə oturub hansısa sözə rahat qulaq asa bilmirdi. Nə qədər terapistləşdirdi. İndi nə gözəl hadisə baş verdi. Yəni o yüzden deyirəm ki, hər kəsin orqanizminə uyğun individual yanaşma çox önəmlidir. Arıqlaya bilməyən xanımların bəhanəsi nədir sizcə? Gözəl. Bilirsiniz burada ilk ağlıma nə gəldi? Arıqlaya mənə görə, yəni mənim praktikamda budur. Bizdə olur, bəndə də gəlib arıqlaya bilmir. Bilirsiniz kimdir o? Ümumiyyətlə heç nə eləməyib. Yazmışam, analizi ver, gedib verməyib. Diyeta istəyir, mən analiz olmadan heç bir diyeta vermir. İlkin budur. Bax, bu saat var. 3-ü, 4-ü həkim kolleqam var. Axı məni də arıqlat, məni də doktoruna, məni nə vaxt arıqladacağız. Dedim, siz hələ bir analiz vermisinizmi? 2 ayda bu insan bu cümləni deyir, amma analiz verməyib. Bax, budur. Görürsünüz nə qədər? Və yaxud ikinci, tamam, analiz verdi. Bir əzə qabağa gedirik. Diyetanı götürmək. Hələ diyetanı başlayıb eləmir. Ki başlayacağım bugün. Yəni siz necə? Bu stereotiplərdir. Bu birinci zehinsal olaraq mən onun üçün həmişə deyirəm. Birinci beyində qərar verəcək. Arıqlamaq istəyirik yoxsa yox. O insan doğrudan da istəyirsə, beyində qərar verdi. Bir də ki çətin deyil, bu işə girir. Demək ona görədir insanlar əməliyyatlara rahat qaçırlar. Ona görə də həmişə möcüzə arıqlama kapsulu, çayı və s. axtarırlar. Niyə də? Asan yolda. Asan yol. Yəni nəsə bir möcüzə olacaq, məni arıqladacaq. Bu sehirli çubuq istəyirlər ki, əslində bunların heç birində sehirli çubuq yoxdur. O qədər olub ki, əməliyyatlar, yəni mənə görə orada da fəsadlarla çox rastlaşırlar. Əməliyyatdan sonra gəliblər, arıqlama gözəl baş verməyib. Yəni nə qədər məhrumiyyətlər. Bəs necə oldu ki, bunu etdiniz? Bilirsiniz niyə? İnsan övladı çox pul xərcləyəndə o zaman bütün punktlara əməl edir. Bəli. Bax, bu da psixologiyadır. Və ona görə də həmişə deyirəm, arıqlama mövzusunun içində əslində psixosomatik yanaşma var ki, nə gözəl ki, bizim praktikada bu da var. Bizim yanaşmada, təcrübəmdə bunu da görmüşəm ki, çox metodika, necə təsəvvürün əməliyyat da eləyib, yenə də arıqlama baş vermir. Çünki tibbi səbəblər götürülməyib. Yəni, çox xatırlayıram, belə keyslər var da, pasiyentim əməliyyat edib, müxtəlif dünyada olan ad çıxaran dietoloqlar falan gedib, endokrinoloquna gedib, müxtəlif sistemlərlə arıqlama metodikamız var. Nədir bu? Yəni, müəyyən biz maddələr yedirik, bədəni detoks edirik. Bu da metabolizmanın sürətləndirməsi səbəbindən arıqlama sürətlənə bilir. Buna da edib, amma heç nə baş vermir. Arıqlama iynələri çox məşhurdur indi. Bəli, bəli. Mənim ad çəkə bilər, yoxsa yox. Saxentoz, Empik, Manjero vurublar.
heç bir arıqlama baş vermir. Bilirsiniz, o gəldi və dedi ki, doktor siz psixoloqsuz. 1 saat onunla sadəcə söhbət edəndən sonra onun səbəbi nə idi onu tapdım ki, və indiyəcən axtarışında 2 illik o yollarda etdiyi məqamlarda heç birində o səbəb tapılmamışdı. Və çox belə heç kəsin ağlına gəlməyəcək bir səbəblər idi. Toksik yükləməsi o qədər çox idi. Məsələn, olub belə bir xanım, çox beyaz saçlı xanım idi. Hər ayda bir dəfə gedir saçını, yəni qoymur da dibindən qara rəngli saçı, tam beyazlar. Və bu beyazlatmaq üçün həm də allergikdir, nə edir? Çox deksametazonlar vurdurur ki, sonra allergiya baş verməsin, allergikdir. Və bunlar, bu dərmanlar məni işdən həkimlər olacaq, bilirəm və onlar da qəbul edəcəklər ki, yəni deksametazon dediyimiz ağrı preparatı böyrək üstü vəziyyət bilavasitə təsir edir və toksik yüklənməsi çoxdur. Və dövriyyədə nə baş verir? Toksik yüklənmə səbəbindən, bir də ki, stressdən insan arıqlaya bilmirdi. Hər gün tərəziyə çıxanlar arıqlaya bilməyəcəklər. Psixoloji. Sürəkli özlərini bir stresin içərisində saxlayırlar. O zaman psixologiya üzərindən bir sual verim. Stres kökəldir, stres Bəli, anı. bəli. Yoxsa stres zamanı yeyilən yemək? Çox, hər ikisi. Çox gözəl sualdır bu. Hər ikisi. Çünki stres olub heç yeməyən var. Doktor, mən heç nə eləmirəm. Böyük bir hüzün yaşadı. Gəlirlər stressdən sonra mənə. Faciə oldu, həyatımda ən əziz adamı itirdim, oldu, bu oldu. Yemirəm. Günlərlə yemirəm. Biz eşitmişik də, stressdən sonra arıqlayanlar da var. Günlərlə yemir, arıqlayır. Hətta pandemiya dönəmində bunun fakt bariz nümunələrini gördü. İnsanlar virusa tutulmuşdu, yatırdılar, yemirlər, arıqlayırlar. Qeyri-sağlam arıqlama, belə xəstəlik görünüşündə arıqlamalar. Amma bu dövrdə dedi, heç nə yemədim, şişdim, kökəldim. Bildiniz nə? Kortizol hormonu, stres hormonu, kortizol o qədər dövrəyə girmişdi ki, bir də burada da səhvlər var. Hər kəs indi biz kortizoldan çox danışdıq, kortizol analizi verir sürəkli və mənə cavablar atırlar ki, doktor, kortizolum yaxşıdır. Biz o kortizolu demirik. Biz analizdə cavabı göstərilməyən kortizol əslində kortizol hormonunun metabolitlərinin aktiv olduğunu göstərir. Bu da bir toksin yükü kimi sizin bədəndə qalır. Bu bir ayrı mövzudur, çox geniş mövzudur. Bizim bugünkü gün Azərbaycan qadınını bədbəxt edən, çox gənc yaşında xəstə edən bir sıra xəstəliklər sayacağım. Baxın, sizdə bizim nəsildə bəlkə çox yoxdur. Biraz bir gənc nəsil gəldi, özümüzlə məşğul olduq. Amma bizdən öncəki nəsil, analarımız, xalalarımız və s. yadınıza salarsınız, öd kisəsindən əməliyyatlar. Bəli. Hər 40 yaş üstü, 45 yaş üstü. Bu nə idi? Azərbaycanda niyə bu qədər öd kisəsi əməliyyat olmalıdır? Xanımlar, niyə? Kista, mioma, nödül, fibroadenoma, fibroma, bu nədir? Niyə bu olmalıdır? Niyə məhz Azərbaycanlı cəmiyyətində bu xanımlarda baş verməlidir? Niyə? Çünki hormon metabolitləri bədəndə aktivlik edir və təhlükəli formaya çevirirdi ki, bu iz qoyurdu. Və sonradan bu metabolitlərlə düzgün işlənilmədiyi təqdirdə bu onkologiyada çevirib. Və onkologiya ona görə ancaq əməliyyata gəl, kəsəyi doğraya və s. Doğru müalicələr də getmir. Və hamısının səbəbi gəlir günümüzdə bizim etdiyimiz yanaşım, yəni funksional tibb yanaşımı deyirik də, inteqrativ tibblə. Yəni xəstəliyi deyil, xəstəni müalicə etmək. Altına baxıram, bir xəstə arıqlamağa gəlib mənə, mən onda miomasını başlayıb müalicə edirəm. Necə edirəm? Mən ginekoloq deyiləm. Amma miomaya səbəb olan aktiv metabolitlər var. Toksin yükü kimi bədəndədir. O qaraciyərdə toplanıb, qaraciyərin detoks fazlarını sıradan çıxarıb, qaraciyər normal filtrasiya edə bilmir. Öd niyə yoldan çıxırdı, sıradan çıxırdı bizim qadınlarda? Çünki bunlarda aktiv metabolitlər qalmışdı, estrogen metabolitləri deyirik biz. Onlar drenaj olunmamışdı. Detoks baxın budur. Amma sıradan bir bütün günü su içmələri, detokslar o deyil. Detoks sözü çox geniş anlamda. Əslində mənim özümün də detoks edici çayım var. Onu niyə çıxartdım? Çünki qaraciyərin 3 mərhələsi var. Detoks 1, detoks 2, detoks 3. Detoks 1 mərhələsində biz doğru çaylar ki, detoksa xidmət edən, doğru yeməklər, tərkibi kükürtlü olan, yəni tam yaşıllıqları çox olan qidalar, o yüzdən yaşıl içkiləri göstərib detoks deyirlər. Bəli, bəli. Və smuzilərin də burada rolu var. Yəni sadəcə faz 1-də işini gördü. Amma çox gərgin orada mərhələdirsə, biz digər istiqamətə də keçməliyik, digər müalicələrə də keçməliyik ki, tək smuzi ilə baş verməyəcəkdir. O yüzdən də yəni bizim cəmiyyətin qadınlarını daha çox xəstə edən nə idi? Baxın, o metabolitlər. Kortizol metaboliti indi də çox aktivdir, belə estrogen və s. testosteron. Bəs qadınlar diyetaya başlamadan ya da hər hansısa bir dietoloqa getmədən öncə psixoloqa müraciət etməlidirlər? Bəli, bu da ola bilər. Əlbəttə ki, yəni çox ciddi psixosomatik
deyək ki, şəkli, portreti o qədər gərgin vəziyyətdə olanlar var ki, o dediyim ki, o hələ qərar verə bilməyib ki, beyində nə istəyir. Bəlkə bıçaq altına girib deyirlər, elə belə əməliyyat, bəlkə ora belə birinci özündə dəqiqləşdir. Bəlkə də bəli, bu müddətdə onlara psixoloq çox doğru yöntəmdə bir təsiri lazımdır bəlkə. Qutarıq, yaxşı. Leyla xanım, indi sizə kiçik qısa suallarım olacaq. Onları bəli və xeyr kimi cavablandırmanızı istəyəcəm sizdən. Fasiləli oruc. Bəli. Keto diyeti. Çoxları üçün bəli, amma bəziləri üçün yox. Axşam 6-dan sonra yemək olmaz. Xeyr, qətiyyən. Bu insana görə dəyişir. Axşam saatlarında meyvə yemək olar? Qətiyyən yox. Qəhvə arıqladır. Bayaqki Yox, doğru bildiyimiz yanlışdır. Kömək edə bilər, metabolizmanı sürətləndirir, amma insanın köklük səbəbi ciddidir, piylənmədirsə, o çox içdiyi kofe əksinə onu daha da piylənməsini artıracaq. Şəkər diyeti var. Şəkəri tam sıfırlamaq. Bu düzgündür sizcə? Bəli, xeyirdən çıxdıq. Bəli, düzgündür. Yəni şəkərsiz həyat nə gözəldir. Bunu bacara bilənlərə bravo demək lazımdır. Sadəcə onlar o ehtiyacını doğru karbohidrat, mürəkkəb karbohidrat deyir. Yəni ki, o şəklində ödəyirlər. Bu elə tərəvəz də aiddir bura. Yəni tərəvəz yeyib şəkər ehtiyacını ödəyə bilən insanlara bir əhsən düşür. Tərəvəz şəkər ehtiyacını ödəyir? Bəli. Onu bilmirdim. Karbohidratdır çünki, tərkib lifləri, bəli, karbohidrat, onların öz şəkəri var. Məsələn, kök yeyin, kələm yeyin, hiss edirsiniz də şirinlik. Bəli, şirinlik olur. Saxarozası vardır, bəli, o da doğru şəkərlərdir. Selülit arıq qadınlarda da ola bilər? Nə gözəl ki, bu sualı verdiniz. Heyf ki, verilişimizin sonlarında. Bunu haqqında ayrıca danışa bilərəm. Çünki kitabımda da mənim mövzum var. Selülit xəstəlikdirmi, yoxsa bir yağ toxumasının struktur pozuntusudur əslində. Yəni günümüzdə çox aktualdır. Belə səhv arıqlama edən xanımların çoxsunda üzdən gözəldirlər. Onlar mənə müraciət edirlər. Mən selülit proqram verirəm, antiselülit proqram verirəm. Yəni işləyirəm selülit özü də tibbi problemdir. İçdən biz müalicə edirik. Çünki 4 dərəcəsi var. Selülit o insanlardadır ki, səhv arıqlama ediblər, bədənin bütün kollagen fibroblastını itiriblər, yağ toxumasının funksiyasını itiriblər. Üçüncü, çox ciddi maddə defisiti yaradıblar. Zülal və bir sıra dəmir, ümumi protein və digər defisitlər də bura aiddir ki, yəni bunları biz müalicə edirik, bərpa edirik və hətta selülitin 4-cü dərəcəsindən 1-ci dərəcəsinə endirə bilirik. 2-ci, 1-ci dərəcəsində gələ bilərsə, ümumiyyətlə sıfırlana bilir. Buna biz də Lagris olaraq, bilirsiniz də biz də antiselülit masaj proqramları istifadə edirik xanımlarımız üçün. Lagris olaraq mən də cümlənizi tamamlamaq istəyərəm ki, selülit arıq, çox arıq, hətta sıfır arıq olan xanımlarda belə əksinə daha çoxdur. Var, bəli. Hətta daha onu çoxdur. aparmaq daha çətindir masajda. Bəli, daha çoxdur. Gəlin bunun tibbi tərəfini deyim. Nə baş verir? Çünki çox arıqdır. O özünü bəlkə də səhv arıqlatma yöntəmi ilə ona nail olub, arıq göstərmək istəyib. Amma onlar çoxsu çimərlikdən gizlənirlər, paltarlarını göstərmə tanırlar. Çox belə bizim qəşəng qlamur xanımlarımız hamısı müraciət edib. Mən şok yaşırdım ki, yəni bu insan paltarı çıxardanda bədən bu vəziyyətdədirmi? Salyariya gedirlər hamısı. Razısınız məndən? Yəni selülit itirmək üçün. Selülit o salyari özü də ziyanlı o mərhələdə. Çünki içdən düzəltmirsiniz. Sizin bütün defisitləriniz var və yağ toxumasının funksiyasını pozublar. Dedim axı selülit yağ toxumasının strukturu pozuntusudur. Yəni toxumanın funksiyası adipozitlərdir, toxumanın hüceyrəsi. Onların da funksiyası olmalıdır. Yaşamalıdır və s. bütün bu dövrədən keçməlidir. Amma burada nə baş verir? Sanki masaja da onun üçün gəlirlər. Elə ki sıxılacaq, bu gedəcək, apelsin quruluş həll olacaq. Xeyr, yağ toxuması öz funksiyasını bərpa etsə ki, orada yəni əzələ toxuması ilə paralel dəri altı doğru yağ qatı da olmalıdır. Orada da problem yaradıblar. O yüzdən də arıq qadınlarda odur. Həm bəlkə də fikir versəniz, çoxsu idmana gedir. Əslində əzələni inkişaf elətdiriblər, amma onların yağ qatında problemdir. Bəli. Yağ qatında problemdir ki, o zaman orada funksiya bərpa olunmalıdır. Toxumanın funksiyası bərpa olunmalıdır ki, nə gözəl ki, masaj da burada limfodrenaj istiqamətlə artırdığı üçün biz daxildən müalicəmizi verəndə siz də onun toxumalara çatdırılmasını təmin edirsiniz. Bəli. Və o formada da bədən özünü şəkillənir və saxlayır uzun müddətli. Arıqlama bədən problemi deyil, bu sistem və qərar problemidir. Leyla xanım, izləyicilərimiz üçün 3 qızıl qayda deməyinizi xahiş edəcəyik sizdən.
3 qızıl qayda arıqlamaq üçün deyilmi? Ümumiyyətcə sağlam həyat tərzi Sağlam üçün. həyat tərzi üçün. Bəli. Health həyatda yaşayaq. Bunun üçün birincisi mənə görə bu saat ən aktualdır. Hamı düşünür qidanı başlayacağam. Çünki bunu çox eşidiblər. Mən birinci toksinləri deyəcəm. Toksinsiz həyatda yaşayın əzizlərim. Hətta mən bunu şəhərlərə ayırdım, deyirəm ki, health şəhərlər olmalı, sağlam şəhər. Biz unutmayaq ki, biz paytaxtda yaşayırıq. Bəli. Paytaxt daha çox toksinlənmiş şəhər deməkdir. O yüzden hamımız öz olduğumuz ərazidə buna xidmət edək. Baxın, plastik kartlardan istifadə edirik gündəlik. Onlar bilirsiniz nə qədər ksenoestrogenlər daşıyır. Sular içirik, plastik qablarda hamısında ksenoestrogenlər var. Yəni havada uçuşan estrogenlər, metabolitlərdir. Qorxuludur. Hamımız kosmetik vasitələrdən istifadə edirik. Bəli. Toksinlər var. İstəyir dekorativ, istəyir təravətləndirici və s. bədən baxım vasitələri. Plastik qapı pəncərəli evlərdə yaşayırıq. Nəfəs almır. Yəni oksigeni bol olan mühit, toksini az olan mühit, toksik münasibətlər az olan mühit. Bu da Bəli, çox önəmlidir. çox önəmli. Ki bu da bilavasitə köklüyə bu da təsir edir, kortizolu və s. Yəni səbəblər aradan getməlidir birinci. Mən həmişə ona çalışıram insanlar bilsin ki, hansısa problem üçün səbəb varsa, o səbəb aradan gətirilməlidir. Təbii ki, ikinci yerdə doğru qida bu həmişə keçərlidir, vacibdir və doğru maye. Doğru maye, doğru yuxu davam edib. Əslində 5 qaydamız oldu. Bəli. Çox vacibdir. Yuxu haqqında ayrıca danışa bilərəm. Bir də bilirsiniz, seçdiyiniz ortam hər şeyə aiddir. Məsəl üçün qida əlavəsi qəbul edirsə, biz dəstək terapiya dedik. Onu da səhvsiz edin. Orada da səhvləri var. Doğru dozalanmayan, neçə komponent bir yerdə, səhər və axşam içirsiniz, onların bir-birinə sinergik təsiri var. Məsələn, dəmir içilən günü sink olmamalıdır və yaxud siz sink içirsinizsə, bir yadınıza salın, siz dəmir preparatı da içirsinizsə, bunlar ikisi bir arada olmaz. Yəni, bir də bu məsələlər. Yəni, və yaxud baxın, masaja gəlir, amma bilmir ki, salyar ona çox olmazdı o müddətdə. Bəli, bəli. Yəni, o qədər bütün sağlamlığın təməlinə inin. Sağlamlıq arayışındasınızsa, bunun tamam mənada təməl biliklərinə inin, doğru şəkildə bunu edin. Yəni 5 mühüm qaydamız budur deyərdim. Təşəkkür edirik bu qədər ətraflı məlumat verdiyiniz üçün və son cümləmizi qeyd etmək istəyirəm ki, Lagres deyir ki, hər bir xanım bir ilandır. Siz bu fikirlə razısınız? Bizdə loqo ilandır. Ona görə. Çox maraqlı cümlədir. Onu açıqlaması nə ola bilər? Hər bir qadın ilandır. İlkin növbədə ilanın gücü, ilanın zərifliyi, ilanın dəri dəyişməsi, yəni o hər bir qadının daxilində baş verən, yəni dietada, arıqlama və yaxud da köklənmə, yəni transformasiyası. Bəli, hər bir xanımı ilana bənzədirik. O yüzden də bilmirəm, ondaram hansısa xalq gözəl qadınlarına sən necə də ilana bənzəyirsən deyirlərmiş. Nə maraqlıdır. Tarixdə belə bir cümlə yadımda idi, amma unutdum hansı xalqa aid idi o. Yəni ki, Yaponiya deyil də, hansı xalq idi. Çox gözəl. O zaman ilana bənzəyir. Bəli, bəli. Podkastımızın sonuna gəldik. Təşəkkür edirik Leyla xanıma bizlə həmsöhbət olduğu üçün. Çox maraqlı dəqiqələr və çox maraqlı cavablar oldu. Ümid edirik sizin üçün də maarifləndirici oldu. Sağ olun. Siz də sağ olun. Sağ olun.